Hamıya salamlar dostlar. Bugün Kasime Türkiye devam ediyor. Kasime Türkiye'de bugün bir maşın karşılaştırma gününde yok ve 2 Bentley. Bugün 2 tane Bentley var. Bu 2 Bentley'i de bugün karşılaştırırıq. Bentley, normal Bentley Continental GT. Bu da Bentley Flying Spur. Görmüş olduğunuz kimi bu maşın cidden çok gözəldir. Bunun kaputuna baxaq. Bunun kaputu belədir. Bunda da belə, yəni kaputlara diqqətlə baxaq indi. Bunun kaputu biraz böyükdür. Bunda biraz balacadır çünkü bu biraz balaca maşındır. Bunun boyutu biraz bununla böyük. Bu Flying Spur'un boyutu bununla biraz böyük. Bagajlar nətərdir bagajlar? Bagajları belə, məsələn bunun bagajı biraz balaca, amma yenə də idarə eləyər. Aynı zamanda bunun da bagajı biraz balacadır. Hamısında. İlk baxılırsa, bunun bu içərdən baxılırsa çox belə fərqlidir, qəşəngdir də. Bunda qiynoka qoymuşam. Bunun içi belədir görmüş olduğunuz kimi. Yəni hazır olsa o zaman başlayırıq. İlk Bentley Continental GT-dən başlayacağım. Top speeddir, yarışdır, driftdir, bir də tormoz testidir. Görək hansını daha bugün hansı qazancıq? İki maşın qarşılaşdırması başladırıq. İlk top speed testi başlayır. Trafik yolu bağlayırıq və hazırsınızsa başlayırıq. Görək top speeddə nətər olacaq. Səsi çox mu artırmışam mən? 3'e kimi gətirmişəm hardasa. Görək top speedi nə qədərdir dostlar bunun. Burada görənmədik top speed hızını, amma maşın sürüşdü. Gör bil yoxşu burduzun. $333. Gördünüz sizlərdə. 333 imiş bunun hızı dostlar. 333. Yəni 333 bastı. Gördüm bayaq orada. Düzmü gördüm? Bir dənə basım görək. Amma maşın bir hoppanır, bir cürə otda Bentley-nə otda. 333. Yani 333 basa da maşına biraz hoppanır, sizler de deyəsən hiss edirsiniz. Ne oldu bu Bentley bilmirəm. Bu Bentley'e nəsə oldu da, mən sizə deyim, öyle de öyleydi. Nəsə hoppanır, bir şeyler oldu bu Bentley'e. Mən bunu bir yıllardır bir araştıra bilsəydim, yəni elə bilmişim ki, o ağac aşıcı, çünki elə o ağaçlar var ki, bu oyunu vuranda aşır. O aşmadığı yerdə də sürüşdürdü, gəldi mənə buradakı ağaca vurdu. Hemen oraya necə vurdu və mən onu bir araştıra bilsəydim. Araşdıraq benzinimi. Yenə qarşının yanacaqdan kimi donmaları da olur. Bunlar hamısı oyunun problemi. Bəs yaxşı, Flying Spur nətər basacaq? Ya da Flying Spur'da. Onunki 333 idi, yadda qalsa bu cürək nə qədər basır.
İndi buradan basırıq belə düppədüz. $299. Daha bir də gizli çırp basam olmaz. Biraz eləyib bunu bacara bilirəm, amma bu maşın 300, deyim 300 nədir belə, 299. O Bentley Continental GT bunu 1-0 qabağa keçdi. Yaxşı, bu səfər axaca vurmadım hə. Sürüşmə, ağac. Yəni ağaca vurdum ey. O sürüşməsi en problemdə. Tocaq qabağa gəldi. Taxsil qızından 1-0 Bentley Continental GT qabağa keçdi. Götürürəm yenə maşını, minirəm, doğru gedirəm tormuz testinə. %92% polnu vaxt var. Ay. Ne tormuz testinə doğru gəlir o. Sürüşmə. Bastım indi. Aa, bu nədir? Harda dayandı? Olar kimi dayandı gördünüz? Bunun tormuzu çox zəif oldu niyəsə. Ya da məndə də biraz... Mən bunu illərdir bir araşdıra bilsəydim, yenə bomboş ola gəlib girdim ağaca. Ama mən bunu necə bacara bilirəm? Deyərsiniz, mən bunu necə bacara bilirəm? Tövbə estağfirullah, bu ağaçlar da eləyəcək axırda bizə. İnşallah şunu aşırda bildik. Mən 219'da əslində torumuza bastım, çünki bu oyunda hız sabitləyici olur. O oyunda bu oyunda şundan bile yoxdur. İki dənə polis var qabaqda. Hə, bunlar nədir? İki dənə polis. Bastım indi. Bu səfər bastım. Zorlamağa gərək yoxdur. Bunun tormuzu zəif. Gedirik Falling Spor'un yanına. Bentley Falling Spor'un yanına. Yox, o nətəri olacaq. Görəcəm orada. Ya bu donmalar. Naha bu qaleriyanın yanıcanda niyə belə donur bu oyun? Anlayamıram. Qalerilər nəsə bu oyunu ağırlaşdırır. Valla. Onun yanlış atan kimi oyun donur niyəsə. Oradan stoplayacağım. Stoplayan yeri bir... Yani ola bu oyunlar biraz az donsun. Sen cana bu qaleriyanın yanlış atan kimi donur. Sırada bu var. Bax bu necə basacaq görəcəm.
Görürsünüzmü? Amma bax 2 dənə polis bura kimi gəliblər. Oh qəşəng. Yaxşı qarşılaşdırmamızı batırmadı. Sıra bunda. Bu necə olacaq görəcəm. Bastım indi. Hop. Amma bu nağarır. Lap dağa kimi qalxdı gördünüz. Dağa kimi qalxdı vallahi. Bir şeylədir. Bir söz nağardı dediyim kimi. Onun yeri orada öyleydi. Dur. Yerləri də biraz düzgün eləyək görə yazdı. Dayan düzə ceyb içinə soxmayayım. İkisinin də tormuz testi təəssüf ki çox pisdir. Hamısını 200'ə bastım. Bir dənəsi normal dayanamadı. İndi driftə doğru gedirik. Driftə doğru. Polislər. Polislər bura kimi gələtdilər vallahi. Bunu bacarmağa davam edək, afərin. Şuradan bir uçaq. Hərəkətləri görsünüz, hərəkətləri. Türklər deməsin, deməyə bilə gərək yoxdur. Burası nətəri çıxışdır, Səncanı. Adam buradan çıxanmırdı. İncaq drift nəçədir, görəcəm. Həmən bundan dəfələr nə başında mən bundan drift eləmişəm, yəni. Yəni də baxırıq. Dört binə çatdırdıq qəşəng. Çırp ora, çırp ora. Çok qəşəng. Heç çırpmayayım, mən drift eləmişəm. $17.527'ye kadar geldik.
Reklamda buradan belə gəldi. Kart silmətörü ki oynasaz faizoz bir da tez düşə bilirmiş. Mən burada nəsə tamamlamışam yara. Tamamlamışam da deməyə də bilərəm. Drip puanları kazan diye. Bu drip puanı kazana pulu artıra bilər o qəşəng. Ancaq da ora drift eləyə gedəcəm. Ən əsəb olunan yer oldu ha ora. Tövbə estağfirullah. Taklaya baxın görürsünüz. Dən taklalar atıram mən. Mən bu oyunda takla ustasıyam. Mən yaman taklalar atıram bu gün. Nə xəbər varsa. Aman dur qabağımda polis var. Dəyəsiydim azıcık, dəyəsiydim mən adamca düşəsiydi. Polis, nə ola düzgün sür maşını sən canı. Azıcık da dəyəsiydim, o dəmirə dəyəsiydim mən adamca düşəsiydi. Yer miyim bu numaraları? Ay, yoksa ışıklara bak. Bak bir gün oynayası yavaş anlayamıyorum bir ne oldu bu oyuna. Sen Falling hala 0 saniyəcək drift ata bilsən. Bu qədər də yox da, bu qədər də yox da. Yəni həddindən artıq deyirəm, dəmirlər, dubalar, hər şey bizi saxlayır bu oyunda. Ya, mən bu işi bir tutuzdurub eşitdirəmədim. Yəni o dəqiqədə hər yerə dəyirik. Hadi basaq indi görək. Dəyim ora qəşəng qurtardı mən. Ora dəyməyəcəkdim mən. Yenidən başlayırıq. Andreas'ına. Bir səfərdən onlar heç yerə dəyməyən, bir dəfə də drift eləsəydim.
Davam eləyirik, yəni görmüş olduğunuz kimi. Bayaq işim çıxmışdı, ona görə getdim. O 17.527 eləmişdi. Bu isə 12.000-ə qədər çatdı. Və bunda da bir ötənmədi yəni. Yenə Bentley Continental GT buna baxmayaraq qabağa keçdi. Da bu reklamlar biraz vaxt almasalar nəşələr da səfərində belə. Çırpa, qəşəng. Vakit da bitdi. Bir də belə bir xasiyyət də var. Nə bilim benzindan sonra maşın getmir. O xasiyyət də var oyunda. Yəni o problem. Dəhşət. Ağaçların arasından çox qəşəng keçdim yalnız. İndi isə Bentley Continental GT. Yenə şaşlayayım, bəlkə çax yenə. Hani şəkilləri yenə çəkdik. Bu ağaçlar ikinci səfərdə də sevəcəyik. Buradan getməyəcəkdim. Dur, şeydən stadion yoluna doğru gedirəm. Yəni dur bayaq kimi bura taxla atacaq bax. Qəşəng bu atmadıq bu səfər. İncaq yarışda hansı daha qəşəng qazancı görəcəm. Telefon faizi bayağı da bir düşdü. Qarşılaşdırma eləyirik bir də, nə deyəsən? Onsuz yarışda hamısı daha da qəşəng qazanıcı.
Qəşəng bunu da keçdik. Yaxın bu reklamlar bədəl edici yaxır da bizə. Anladın ki, məndə Facebook var, əl çəkdə reklam. Zaten bizdə Facebook var. Dəlisən maşın. Aha, dur yenə bir tapşırıq edək. Axır ki, indi nidayandı. Buradakı yəni hər şeyi tamamladıq yəni. Bax bir də pul verdi qəşəng bir də. Oo. Sada bunun yarışması var. Bax bu necə olacaq? Görəcək. Bu tərəfdəki çıxıntılar biraz sərt də, sərt olan çıxışları. Daha buna bir olsa da BMT Continental GT qazanar. %100 deyirəm qazanar o BMT Continental. Çünki bu biraz uzun olduğuna baxmayaraq da qəşəng getmədi bu. Yaxşıdır dostlar, burada da qazandıq. Yəni qərarlara da baxılırsa, tatbik testində Bentley Continental GT qabağa keçmişdi. Elə bir ki, Frəndə də heç biri keçənmədilər. Elə bir ki, mən drift elədim. Driftdə də 2-0 qabağa keçdi. İndi də yarışa gəldik. Yarışa da bu 1 oldu. 2-1. Bentley Continental GT qazandı dostlar. Burada da videonu bitiririk.
Amma biz kosmetologda qarşılaşdırma videosu eləyəndə faiz tezcədir. Heç nə bir türlü eləyənmirsən. Elə bundan sonra da mən kosmetologda çox qarşılaşdırma deyə bir video eləyənməyəsiyəm. Yəni çox eləməyəcəm də. Başqa bir zamanlar vaxt ayırıb bir şəkildə də eləyəcəm. Məndən minik bu qədər. Sağ olun, salamat qalın. Görüşənədək.